hakimliyi qiymətləndirməyin mənası yoxdur. Bu sözləri mən demirəm ha. Bu sözləri dünənləri Karvan Yevlax üzərində 2-1 hesabı ilə qələbədən sonra Turan Tovuzun baş məşqçisi Qurban Berdiyev deyib. Təcrübəli məşqçi bir daha başa salıb ki, bu milli çempionatda hakimlik haqqında danışmağın mənası yoxdur. Onsuz da hər turda səhvlər olacaq. Hakimlər Komitəsinin sədri də Frank de Bleekeri hər oyundan sonra, hər turdan sonra jurnalistlərə açıqlamasında izah eləyir. Bu oyunda nə baş verib, oyunda nə baş verib. Deyirəm, bunlar hamısı çox gözəl şeylərdir. Düzdür, hakimlik dəyişmir. Amma yadıma salanda ki, illər əvvəl Azərbaycan futbol çempionatında hakimin üstünə tapanca, bıçaq çıxardırdılar. Deyirdilər ki, bunu elə, onu elə. Hər oyundan sonra demək olar ki, bəzən tez-tez vurub ağız başını partladırdılar. Onlara baxanda şükürlüdür valla. Ona görə bilmirəm daha sevinək, yoxsa dözək.